Salam uşaqlar. Biz dünənki testimizin ardını yazırıq bu günləri. Deməli dünən 2000, bu götüründə bu yumru nədir? 2023-cü ilin test toplusu ikinci hissə və səhifə, hissə ikinci hissədir. Səhifə 119-da. Sual biz qalmışıq 86-da. 86 yazmamışıq, 86-dan başlayırıq. Karbohidrogen yanıb, 2 litr karbohidrogen yananda 6 litr karbon dioksid. Karbohidrogenin adı çəkilmiş uşaqlar alkandır, nədir? Naməlum karbohidrogen 2 litr, 2 tam rəqəm olduğuna görə bura yazıram. Yandı, yanğına kömək edən qaz oksigendir. Karbon oksidi, karbon neçə oksidi? 4 oksidi və hidrogen oksidi su çıxır. Baxın bura, karbon 4 oksidi 6 litr, su isə neçə litr çıxır? 8 litr. Kütlənin nə qanunu var? Saxlanma qanunu. Soldakı atom hara bərabərdir? Sağa. Karbon 6 dədir. Burada da neçə x-dir? 2x bərabərdir 6-ya, x də bərabərdir 3-ə. İndi baxırıq, 8-i vururuq 2-yə. Burada da 2y hidrogen var. 2y bərabərdir. 8-i 2-yə vuranda 16. Baxın, 2-ni, bu 2-ni vurduq y-ə hidrogenin sayını tapmaq üçün. 2y soldadır hidrogen. Sağda da 8-i vurduq 2-yə. Baxın, bu 8-i suyun indeksindəki hidrogenin indeksinə vururuq. Sudakı hidrogen indeksi 2-dir. O da eləyir 16. Y də bərabərdir 16, 2-yə böləndə 8. İndi bizdə x-i də müəyyən elədik, y-i də müəyyən elədik. Deməli, bu maddənin molekul formulu nə olub uşaqlar? Bu maddənin molekul formulu olub C3H8. Həqiqətən də bu 2 litri yanıb, yanğına kömək edən qaz hansı qazdır? Oksigen. Yananda 6 litr, 2 vurunca 6 litr karbon 4 oksidi və plus su çıxıb. Sunun əmsalı nə qədərdir? 2-ni 8-ə vuranda 16 ilə 2-yə vuranda 6. Doğrudan da bu 2 litrdir, bu 6 litrdir, bu da 6 litrdir. Lap axırda nəyə misal verilir? Oksigenə. Oksigeni necə yaza bilərik? Baxın, o əlavə öyrədirəm. 6-yı vurduq 2-yə. 12 oksigen buradadır. Bu 6, baxın bu 6 oksigen indeksinə vururuq 12-də. Bu 6-da suyun indeksindəki oksigen 1-dir. Suda oksigen atomu 1 dənədir. 6 da karbon 6-nı vurduq 2-yə. Bu 6-nı vurduq 2-yə. 12 də oksigen, 6 da vuranda 1-ə 6 dənə bərabərdir. 18 dənə oksigen var. 18 dənə oksigeni də neçəyə bölürük? 2-yə böləndə bura bir 9 yazırıq. Sol hara bərabərdir? Sağa bərabərdir. Bunu dəqiq başa düşdünüz yəqin uşaqlar. Propandır bu. Propanın formulu nə bəndə oldu? C3 nə oldu uşaqlar? C3H8. Propan alkanların homoloji sırasından oxşarlıq sırasının. Homologiya sözündən çəkinməyin. Oxşarlıq sırasının 3-cü nümayəndəsidir və propan adı tarixi addır. Sonra keçirik biz 87-ci suala. Ardıcıl gedirəm, 87-ni yazırıq. 87-də deyir etanın 22,4 litr etanın yanmasından alınan qədər, baxın, etan C2H6-da alkanların homoloji sırasının 2-ci nümayəndəsi yanmasından alınan qədər karbon 4 oksidi almaq üçün, yəni bu qədər karbon 4 oksidi almaq üçün neçə litr butanı, neçə litr butan yanmalıdır? Butan neçə litr yanmalıdır? Sual işarəsi. Deməli, 22,4 litr etanın yanmasına alınan qədər karbon 4 oksid. 22,4 litr elə 1 moldur. Burada karbon 2 dənədirsə, bura bir 2 verirəm, çevirmə yazıram. Soldakı atom hara bərabərdir? Sağa nədir? Burada karbon 2 dənə, burada da karbon 2 dənə. 22,4 litrin yanmasından neçə mol karbon qaz əmələ gəlib? 2 mol karbon qaz əmələ gəlib. Və onu deyir, neçə litr butanı yandıranda bu qədər karbon 4 oksidi əmələ gəlir. İndi əmələ gələn karbon 4 oksidi ki var, o 2 mol əmələ gəlib. O neçə litr butanın yanmasından almaq olar? Butan alkanların homoloji sırasının 4-cü nümayəndəsidir. Karbon 4 dənə, bura bir 4 yazıram. Neçə litr butan yananda bu qədər karbon 4 oksidi? 2 mol karbon neçə oksidi alınır? 4 oksidi. İndi bunun əmsalı neçədir? Baxın, molun altından nə yazırıq? 4 mol. 4 mol karbon qazı. Bu əmsalı 1 molumuz isə neçə litrdir? 22,4 litr. X da bərabərdir.
22 onda 4 vurmaq 2 bölünsün 4. Bundan da bu getdi 2-yə. O da bərabərdir. Nə qədər elədi? 11 tam onda 2 litr. Neçə litr elədi bu? 11 tam onda 2 litr butana nə etmək lazımdır? Yandırmaq lazımdır. Cavab nə bəndə oldu? C bəndi. Bir də yaza bilərəm sizə söz. İstəyir yazam uşaqlar. Butan Y bəndi. Butan deməli butana yandırdıq. Nə qədər butanı yandırdıq? Orada Y dörü C'dir daha doğrusu uşaqlar. C bəndində. Deməli 11 tam onda 2 litr butanı yandırmaq lazımdır. Sonra keçirik 88-ə. Deməli bu 87-də 2 də çevirmə qurduq da. Bildiniz necə? Əvvəlcə biz nə etdik birincidə? Etanı yandırdıq. Etan alkanların homoloji sırasının neçənci nümayəndəsidir? Yandı, karbon neçə oksidi çıxdı? 4 oksidi. Çevirmə yazdıq. Bura bir 2 yazdıq. 22 onda 4 litr veriləndi. Yəni orada yazılan rəqəmdir. 22 onda 4 litr hələ neçə mol deməkdir? Tənasüb qurmaya ehtiyac yoxdur. Bir molumuz 22 onda 4 litrdir, qazanındadır. Yananda alınan qədər karbon qazı, neçə mol karbon qazı çıxır? 2 mol. Buradan əmsaldan görürük ki, 2 mol. Bu qədər karbon qazı almaq üçün, yəni o 2 molu gətirirəm, yazıram bura aşağı. 2 mol karbon qazı almaq üçün neçə litr butanı yandırmaq lazımdır? Burada sual işarəsi. Neçə litr butan yanmalıdır ki, həmin qədər, baxın, miqdarda, həmin miqdarda, yəni 2 mol miqdarında, baxın, gətirdik, bura yazdı. 2 mol miqdarında karbon qazı alınsın. Bura bir 4'dir. Bura bir 4 yazıram. Bunun əmsalına baxın, 4 mol deyil. 4'ü gətirdim, molun aşağısından yazdı. Və burada litrin altından 1 molumuz neçə litrdir? 22 onda 4 litr. Bununla da bu ixtisar getdi 2-yə. X-in də qiyməti bərabərdir 11 tam onda 2 litr. Neçə litr elədi? 11 onda 2 litr. Az əvvəl dedim, nə bəndi oldu? C bəndi. 88-ə baxırıq. 88'e deyir alkan 2,2 qram yanıb. Alkan necə yazır uşaqlar? CnH2n plus 2 karbohidrogen demir. Artıq burada alkan sözünü deyir və 2,2 qram alkan yanıb. Yananda 3,36 litr karbon 4 oksidi çıxıb. Bütöv yanma reaksiyasını yazmaya ehtiyac yoxdur. Karbon 4 oksidi çıxıbsa bir çevirmə yazırıq. 3,36 litr karbon 4 oksidi çıxıb. Karbon burada N qədərdirsə, burada bir də N yazırıq. Ümumiyyətlə bu yananda karbon 4 oksidi və su çıxmalıdır. Amma oksigeni istəmirsə, elə biz nə yazırıq? Çevirmə yazırıq. Buradakı karbonun sayı, buradakına nədir? Bərabərdir. N qədərdirsə, N qədər də karbon 4 oksidi çıxıb. Bizə deyir ki, alkanın formulunu müəyyən edin. Qramın altına nə yazırlar? Molar kütlə. Molar kütlə yəni M-ə bərabərdir. CnH2n plus 2. Karbonun ayrı 12, hidrogen ayrı 1, 12. Vurduq yenə 12'nin üstə gəlmək 2n plus 2. O da bərabərdir 14n plus 2. Buraya yazırıq 14n plus 2. Və litrin altından necə həcm yazırıq? Molar həcm. 1 molumuz 22,4 litrdir. Bura baxın uşaqlar. M molumuz isə M vurma 22,4. Baxın litrin altından molar həcm yazırlar. O da nəyə vururlar? N-ə. 1 molumuz 22,4'dir. N molumuz M vurma 22,4. Bizə buna bir məchul kimi baxırıq. Deməli, tənasübümüz necə olacaq? 14n plus 2 bərabərdir. Baxın, kənar hədlərin hasili. Buna bir məchul kimi baxanda bunu buna bölürük. Qarşısındakına bölürük. Kəsir xətti çəkmişəm. 2,2 vurmaq, M vurmaq 22,4. O da bölünsün 3'dan %36. Virgül 2 dənə sürətdən gedir. 2 dənə də nədən gedir? Məxrəcdən. Və 336'ın yerinə sürətdən 2 də vergül atanda məxrəcdən də 2 də vergül atırıq. Yerdə qaldı burada 22 vurmaq, N vurmaq 224. 336'ın yerinə nə yaza bilərik uşaqlar? 3 vurmaq 112 yaza bilərik. Yəni 3'ü 112'yə vuranda niyə görə 3 vurmaq 112 yazıram? İxtisar rahat geçsin. İxtisarda çox rahat olur. 112'nin özünə bir dəfə, burada neçə dəfə oldu? 2 dəfə. 22, burada ixtisar gedən rəqəm yoxdur. 22 vururuq 2'yə 44, yanına da bir də N yazırıq, bölmə 3 qaldı. Deməli, burada 14N plus 2 niyə bərabərdir? Baxın, ardıca da yazırıq 14N plus 2 bərabərdir. 44N bölmə neçə? 3'ə. Nədən qutaraq? Məxrəcdən qutaraq. Məxrəcdən qutarmaq üçün, bax, bunu buna vururuq. 3 vurmaq 14N plus 2, o da bərabərdir 44N-ə. Vurub açanda 42N plus 6 bərabərdir
44n. Buradan da 2n bərabərdir 6-ya, n də bərabərdir 3-ə. N-i 3 olan C3H8 propan. Bu 3-cü propandır uşaqlar. Hamısı deyəsən propan çıxacaq. C3H8 nə oldu? Propan. Propan yenə də təkrar edirəm alkanların 3-cü nümayəndəsidir. 88 bəli tarix adı propandır. Y bəndi. 88-in cavabı nə bəndi oldu uşaqlar? Y bəndi. Burada riyazi hesablamağa başa düşmədiysə bir də təkrar deyə bilərəm. Başa düşmədiysə təkrarın belə deyə bilərəm. Yəni alkanı niyə görə biz bütöv yandırmadıq? Məsələ barəsində bir də açıqlama verim. Ona görə bütöv yandırmadı ki, orada oksigenə ehtiyac nədir? Yoxdur. Və kütlənin nə qanunu var? Saxlanma qanunu. Buradakı karbonun sayı buradakına nədir? Bərabərdir. Verilənləri yazanda 2,2 qram alkan yananda nə qədər çıxır? 3,36 litr çıxır. Qramın altından molar kütlə yazıram. 12, burada da 1. 14n plus 2-də isə 1 molumuz 22,4 litrdir. O da vuruq ənə. Nə qədər eləyəcək? 22,4 n qədər olacaq. 22,4 n. Yəni litrin altından necə həcm yazdıq? Molar həcm. Buna da bir məchul kimi baxdıq. Sonra 2,2 vurmaq lazımdır 22,4 n-ə. Onu da bölürük 3,36-ya. Sürətdə bildiniz də orada. N-i heç vaxtı itirməyin. Çox uşaq məsələn yazır, burada n-i yazmadığına görə məsələ yanlış çıxır. Baxın, bu n əgər yazmazsınız, yanlış çıxacaq. 14n plus 2 bərabərdir yazanda, yəni bu unutmayın. 22,4 vurmaq n, xüsusilə n-ə fikir verin. Vurmaq 2,2 bölünsün 3,36. Virgül 2 də sürətdən, 2 də məxrəcdən atırıq. 112-nin özünə ixtisar gedir bu. 112-nin özündən neçə 2 dəfə, bu da 112-yə böləndə neçə edir? 3. Daha ixtisar gedən rəqəmlər nədir? Yoxdur. 2 vururuq 22 ilə. 2 22 ilə vuranda nə qədər qalır? 44 n. 44 n. 14 n plus 2 bərabərdir. Sürətdə qaldı 44 n bölmək 3. Məxrəcdən qutaranda neçəyə vururuq? 3-ə. 14 n vuranda 3-ə eləyir. Bu neçə eləyəcək? 14 n. Ya belə yazaq. 14 n plus 2 məxrəcdən qutarmaq üçün neçəyə vurduq? 3-ə bərabərdir 44 n-ə. Buradan da 42 n plus 6 bərabərdir 44 n. 44 n-dən də 42 n çıxanda 2 n bərabərdir 6-ya, n də bərabərdir 3-ə. n 3-dürsə propandır da. Karbonun sayı 3 olan alkan propandır. Növbəti suala keçirik. Propan da tapdıq, dedik cavabın Y bəndi. 89-cu sual. 89-da deyir buxarlarından hidrogenə görə sıxlığı 43 olan alkan. Bu nisbi sıxlıqdır. Hidrogenə görə sıxlıq deyirsə D ilə yazırıq. Var adi sıxlıq. Adi sıxlığı necə yazırıq? Rho. Sadəcə olar sıxlıq. Amma bizə deyir hidrogenə görə sıxlıq H2 bərabərdir 43-ə. Buxarlarının hidrogenə görə sıxlığı 43-ə bərabərdir. D necə sıxlıqdır? Nisbi sıxlıq. Nisbi nə deyirlər ona? Sıxlıq. Nisbi sıxlıq niyə görədir? Sıxlıq hidrogenə görə. D hidrogenin düsturunu yazıram. Həmin alkanın necə kütləsi? Molar kütləsi. Alkanın molar kütləsi. Bölürük niyə? Hidrogenin atom sayına yox, emirinə. Nəyinə bölürük uşaqlar? Nisbi sıxlıqdan söhbət gedirsə atom sayına yox. Emiri deyəndə 1-i vurduq 2-yə. Emir neçə oldu 2? Yəni D deyəndə D necə sıxlıqdır? Nisbi sıxlıq. Hansı qaza görə? Hidrogenə görə nisbi sıxlığı 43-dür. Hər hansı bir alkandır. Nəyə məlum alkan? Bilmirəm hansı alkandır. Onun hidrogenə görə nisbi sıxlığı neçəyə bərabərdir? Baxın 43-ə. Onda D hidrogen nisbi sıxlığın düsturu nə ilə işarə edirlər? D ilə. D hidrogen bərabərdir. Alkanın necə kütləsi? Molar kütləsi, yəni həmin qaz halında olan alkanın molar kütləsi bölürük hidrogenin emirinə. Emir hidrogen neçədir? 2. D hidrogenə görə sıxlıq neçədir uşaqlar? Bunun yerinə neçə verib? 43. O da bərabərdir. Molar kütlə alkan. Alkanın necə kütləsi? Molar kütləsi bölmək 2. Məxrəcdən qurtarmaq lazımdır. Məxrəcdən qurtaranda 43-ü neçəyə vururuq? 2-yə. 43-ü 2-yə vuranda neçə ilə uşaqlar? 86 bərabərdir. Bunun molar kütləsi neçədir bə? 12. Burada da 12-yə, bu da 2-yə plus 2. 12 vurduq yenə 12-yə. 1-i də vurduq 2-yə plus 2-yə bərabərdir 14-yə plus 2. Necə kütlədir? Molar kütlə. İndi burada tənlik necə oldu? 14 n plus 2 bərabərdir 86-ya.
14 n də bərabərdir. 86-dan 2 çıxanda 84-ə n də bərabərdir. 84-ü bölü 14-ə n-in qiyməti neçə oldu? 6. N-i 6 olan alkan heksandır. Alkanların homoloji sırasının neçənci nümayəndəsidir? 6-cı nümayəndəsidir. Karbon 6-dırsa hidrogen onun 2 mislindən 2 vahid çoxdur. Cavab nə bəndi oldu? C bəndi. Nə variantı oldu uşaqlar? C variantı. Hörmətli Məhəmməd, gecikdiyə görə sən bir dənə də sən xatirə təzədən bir də izah eləyirəm. 89. Buxarlarının hidrogenə görə sıxlığı 43 olan alkan. Deməli D 80 neçənci məsələdir? Bu 9-cu sual. D necə sıxlıqdır? Nisbi sıxlıq. Hidrogenə görə buxarlarının nisbi sıxlığı 43-dür. Adi sıxlığı rho ilə işarə edilir. D nisbi sıxlıqdır. Alkandan söhbət gedir. Alkan necə yazır? CnH2n plus 2. Deyir ki, maddənin formulunu tap. Formulunu tapmaq üçün nə bilməli uşaqlar? N-i. Əvvəlcə verilənləri yazıram. Baxın, verilənləri yazdım. Sonra D hidrogenə görə sıxlıq bərabərdir. Həmin alkanın molar kütləsini bölürəm hidrogenin emirinə. Atomla yox uşaqlar, emer, hidrogen. Uşaqlar elə bilir ki, mən bunu atomla bölürəm. Emerinə bölürəm. Baxın, neçəyə böldüm? 2-yə. İndi burada məxrəcdən qutaranda dehidrogeni 2-yə vururuq. Onda molar kütlə, alkan, alkanın necə kütləsi? Molar kütləsi bərabərdir. Bunun yerinə 43 yazıram. 43-ü də vurdum 2-yə. Neçəyə bərabərdir? 86-ya. İndi biz alkanın emerin, yəni istənilən maddənin molar kütləsi emerə bərabərdir. Niyə bərabər? Emerə. Alkanın emerini hesablayanda emer necə kütlədir? Alkanın emeri 12-dir, bu da 1-dir. 12-ni vurduq yenə 12n, üstə gəlmə 1 də vururuq indeksinə 2n plus 2, o da bərabərdir 14n plus 2. Alkanın necə kütləsidir? Molar kütləsi. 14n plus 2 bərabərdir. Molar kütlə neçəyə bərabərdir? 86-ya. O da 14n bərabərdir 84-ə. N də bərabərdir 6-ya. N-i 6 olan alkan C6 H14. Heksan alkanların homoloji sırasının 6-cı nümayəndəsi. Cavab C bəndi. 90-cı sualı yazıram uşaqlar. 90-da deyir ki, burada 1 mol alkanın yandıqda 3 mol karbon qazı alınarsa. Bu alkan molekulunda 1 mol alkan yanıb və yanmanı biz çevirməyinə yazırıq. Karbon qazını istədiyi üçün çevirməyə yazıram. 1 moldur elə. Baxın, heç nə yoxdursa, bir rəqəmi yazmırlar. Mən sizə izah etməkdən ötürü yazıram. Qarşısında heç nə yoxdursa, neçə mol deməkdir? 1. 1 molun yanmasına 3 mol karbon qaz əmələ gəlir. 3-ü də yazdım yerinə. Və buradakı karbonun sayı, buradakı karbonun nəyinə bərabərdir? Sayına bərabərdir. O deməkdir ki, alkanda karbon 3-dür. Hidrogen onun 2 mislindən 2 vahid çoxdur, 8. Tapdıq ki, bu alkan propandır. Və deyir, alkanın 1 mol alkanın yanmasına 3 mol karbon qazından biz N-in tapdıq. Və deyir, karbonla hidrogen arasında rabitə, hidrogenin nəyə qədərdir? Sayı qədər. Burada da 8 dənə nə rabitəsi var? Sigma. Ümumiyyətlə, alkanlarda pi rabitəsi yoxdur. Karbonla hidrogen arasında olan rabitə kovalent polar rabitədir. Müxtəlif qeyri-metallar arasında. Orada da hidrogenin nəyə qədərdir? Sayı qədər 8-də. Cavab nə bəndi oldu? A bəndi. Növbəti sual 91-ci sualdır. 91-ci sualda nə yazıb uşaqlar burada? 91-də yazıb ki, 3 litr etan tam xlorlaşması. Etan tam xlorlaşır. Tamamilə neynir? Xlorlaşır. Bu neçə litrdir? 3 litr. Tam xlorlaşması üçün neçə mol lazımdır? 6 mol. Hidrogenin 6-sı da əvəz olunmalıdır. İşıq kvantum udaraqdan gedir. Zəncirvari reaksiyadır. Sərbəst nə mexanizmi əsasında? Radikal mexanizmi əsasında gedən. O sual dönə-dönə düşür. Baxın, tam xlorlaşır. Xlorlaşmada nə qədər xlor götürülür? Hidrogenin nəyə qədər uşaqlar? Sayı qədər. Neçədə hidrogen var etanda? 6 molda nə götürülür? Xlor. C2. Karbon 2 dənə. Hidrogenin 6-sı da xlorla əvəz olunur. Və plus 6 da hidrogen çıxdığına görə 6 molda hidrogen xlorid qazı. Yəni xlor 6 mol götürmüşüksə 6 molda hidrogen nə qazı çıxır? Xlorid. Hətta mən alkanların belə düsturla xlorlaşmasını yazmışdım sizin üçün tam. Tam xlorlaşdırmaq üçün nə qədər xlor lazımdır? Hidrogen nəyə qədər?
2n plus 2 qədər xlor lazımdır. Nə kvantum udaraqdan? Ş kvantum olur Cn. Xlor da nə qədər olur? 2n plus 2 və plus hidrogen xlorid qazı çıxır. Elə xlorun əmsalı qədər. Xlorun əmsalı nə qədər idi? 2n plus 2 qədər. Nə qədər çıxır orada? 2n plus 2. Baxın, burada yaxşı görünmürsə, sizin bir də əlavə yazın. Alkan tam xlorlaşanda hidrogenin sayı qədər. Nə qədər götürürük? 2n plus 2 qədər xlor. Nə kvantum udaraqdan gedir? Necə əvəz olunma? Tam nə ilə? Əvəz olunma. Alkanlar üçün ən xarakterik reaksiya əvəz olunmadır. Əvəz olunma da xlorlaşma ola bilər, bir də nitrollaşma. Karbon nə qədər qalır? N qədər. Hidrogen 2n plus 2-si də çıxır. Əvəzinə 2n plus 2 qədər xlor gəlir və plus 2n plus 2 qədər də hidrogen xlorid qazıdır. Bu da RH tipli necə hidritdir? Uçucu hidritdir. Bu necə əvəz olunmadır? Tam əvəz olunma. İndi də bizə deyir ki, etan əvəz olunur tam. Etan əvəz olunanda tam əvəz olunursa, hidrogen 6 dərdirsə, onda 6 molda xlor götürür. Elə hidrogeni nəyə qədər götürür? Sayı qədər. Nə kvantum udaraqdan? İşi kvantum udaraqdan gedir. Karbonla işim yoxdur, burada qalır. Hidrogenin 6-sı da 6 da xlorla əvəz olunur və 6 dənə 6 mol xlor götürdüyüm üçün də 6 molda hidrogen xlorid. Burada xlor neçədirsə, o qədər də hidrogen xlorid qazı əmələ gəlir. Deyir 3 litrin tam xlorlaşdırmaq üçün neçə litr xlor lazımdır? X litr, düz xlorun aşağı hissəsinə yazılır. Etanın 3 litrin tam xlorlaşdırmaq üçün X litr. Bunun aşağı hissəsində nə yazar? Bu 1 moldur. 1 molumuz neçə litrdir? 22,4 litri tam xlorlaşdırmaq üçün 6 mol litrə çevirəndə 6 vurma 22,4 litr. 22-lər gedəcək. X da bərabərdir 3 vurmaq 6. O da bərabərdir 18 litr xlor lazımdır. Tam xlorlaşmasına neçə litr xlor lazımdır? 18 litr xlor lazımdır. Deməli, bu məsələdən sonra propan gəlir. Baxın, etanın tam xlorlaşmasının aydın şəkildə məncə başa düşdünüz ki, etan 6 mol xlorla reaksiya girdi. Nə kvantum udaraqdan? İşi kvantum udaraqdan. Karbon 2 dənə, hidrogenin 6-sı da xlorla əvəz olundu. 6 mol hidrogen 6 da xlorla əvəz olundu və 6 molda hidrogen xlorid qazı çıxdı. Xlorun əmsalı qədər. İndi baxın, 3 litr etanı xlorlaşdırmaq üçün neçə litr xlor lazımdır? X litr. Etan 1 moldur. 1 molumuz neçə litrdir? 22,4 litrdə isə 6 molumuz 6 vurma 22,4 litr. 22-lər getdi. X da bərabərdir 18 litr xlor qazı lazımdır. Xlor neçə litr lazım oldu? 18 litr. Növbəti sual 91-ci sualdır. 91-i yazdım daha doğrusu 18 litr. 92-yə baxırıq. 91-in cavabı oldu D bəndi. 18 litr xlor lazım oldu. 92-də deyir Vürs reaksiyası vasitəsilə alınması mümkün olmayan doymuş karbohidrogen. Vürs reaksiyası vasitəsilə alınması mümkün olmayan doymuş karbohidrogen metandır. Metandan başqa bütün alkanları Vürs reaksiyası ilə almaq olar. Deyir alınması mümkün olmayan doymuş karbohidrogenin oksigenə görə nisbi sıxlığını müəyyən edin. D nisbi sıxlıq oksigen bərabərdir. Həmin maddənin necə kütləsini, molar kütləsini bölürük oksigenin molar kütləsinə. Oksigenin molar kütləsi neçədir? 32. Yəni həmin metanın molar kütləsini bölmək lazımdır oksigenin molar kütləsinə. 16 2-yə vuranda 32 qram bölünsün mol. Düstur belədir. Deməli, Vürs reaksiyası ilə metanı almaq mümkün nədir? Deyil. Metanın çıxmaq şərtinə qalan bütün alkanları Vürs reaksiyasını almaq olar metandan başqa. Metanda karbon bir dənədir. Vürs reaksiyasında isə nə zənciri uzanır? Karbon zənciri uzanır. Vürs reaksiyası ilə alınması mümkün olmayan alkan metandır. Onun oksigenə görə sıxlıq deyəndə metanın molar kütləsi oldu 16. Necə biliyor? Metan molar kütləsini hesablayanda karbonun nisbi atom kütləsi 12, hidrogen 1, 12 üstə gəlmə 4, o da bərabərdir 16. Bölürük oksigenin molar kütləsi 32-yə. Oradan da ixtisar gedir 1 bölmə 2, o da neçə 10,5 elədir? 0,5. Cavab nə bənd oldu? D bəndi. Növbəti suala keçirəm 93-cü sual.
93'te nə deyir uşaqlar? Nisbi molekul kütləsi 86 olan doymuş karbohidrogen. Doymuş karbohidrogen necə yazır o? CnH2n plus 2. Nisbi molekul kütləsi 86'dır. Doymuş karbohidrogenlər alkanlardır. 12n plus 2n plus 2 bərabərdir 86'ya. 14n plus 2 bərabərdir 86. 14n də bərabərdir 84-ə, n də bərabərdir 6-ya. N 6 olan doymuş karbohidrogen heksandır. Deyir bunun 1 molunun, bax məsələn sözü belədir. Nisbi molekul kütləsi 86 olan doymuş karbohidrogen tapdım. Doymuş karbohidrogenin adı nə oldu? Heksan. Həmin doymuş karbohidrogenin 1 molunun tam yanmasına neçə mol su əmələ gəlir? Bütöv reaksiya yazaq, tam reaksiya yazaq, yoxsa çevirmə yazaq? Çevrilmə yazaq. Yəni heksan tam yanmasından su əmələ gəlir. Çevirmə yazaq. Burada 14 dənə hidrogen varsa 2-yə böləndə 7. Diqqətlə baxın, bizə də deyir 1 molunun, həmin karbohidrogen heksanda onun 1 molunun yanmasından neçə mol su əmələ gəlir? 7 mol su əmələ gəlir. Qarşıdakı əmsallar mol kimi yazılır. Deməli 1 molunun tam yanmasından neçə mol su əmələ gəldi? 7 mol su əmələ gəldi. Biz əvvəlcə nəyi müəyyən elədik? Nisbi molekul kütləsinə əsasən eni tapdıq. Alkanın enini tapandan sonra bildik ki, alkan heksandır və onun tam yanma reaksiyasını yazmaya ehtiyac yoxdur. Ona görə ki, çevirmə yazırıq, oksigenden istifadə eləmirik. Kütlənin saxlanma qanununa görə buradakı hidrogenin sayı buradakına bərabərləmək üçün 14'ü 2-yə böləndə bura bir 7 yazdıq. 1 molunun yanmasından 7 molda su əmələ gəlir. Növbəti suala keçirik. 7 mol su cavab deyəndi. Keçdik indi 94-cü suala. 94'te nə deyir uşaqlar? 94'te deyir ki 7,2 qramın 6 qram, 7,2 qramında 6 qram karbon olan alkan molekulu. Alkan molekulunun içərisində uşaqlar karbon var. Tək bir də karbon yazıram. Nə qədərdir karbonun sayı? En qədər çevirmə kimi yazıram. Yəni alkanın içində nə qədər karbon var? En qədər karbon var. Bizə də deyir ki 7,2 qramın içərisində 6 qram karbon olan alkanın molekul formunu tapın. Molekul formunu tapmaq üçün n bərabər nə işarəsi? Sual. Eni tapandan sonra biz onun molekul formunu müəyyən edirik. Qramın altına nə yazırlar? Molar kütlə. Alkanın əmiri nə qədərdir? 14n plus 2 və karbonun qramın altından yenə də ayrı yazılır. Karbonun ayrı, yəni nisbi atom kütləsi karbonun 12'dir. 1 molu 12'dir və n molu 12n. Baxın 1 mol karbonun kütləsi 12 qramdır. Bəs n molun kütləsi 12 n oldu. İndi biz burada 14n plus 2'yə bir məchul kimi baxmalıyıq. 14n plus 2'yə bir məchul kimi baxırıq. Və sonra nə yazırıq uşaqlar? Kənar hədlərin hasılı hədlərin hasilinə bərabərdir. Yazırıq 7,2 7,2 vurmaq 6n'ə karbon 6n yox, daha doğrusu 12 n'ə, orada 12 qram idi. Baxın bura 12 n'ə. Bölürük neçəyə? Kəsir xətti çəkirik, bu 12'dir. Bölürük 6'ya. Bundan bu getdi uşaqlar neçəyə? 2'yə. 14n plus 2 bərabərdir. 7,2 2 n'ə vuranda 14,4 n elədi. 14,4 n'dən 14n çıxanda 0,4 n eləyir. O da bərabərdir 2'yə. N də bərabərdir 2'ni bölürük 0,4'ə. Məxrəcdən bir də vergül sürətə. O da bərabərdir 20'yi də 4'ə böləndə 5 eləyir. N'in qiyməti 5'dirsə C5 H12 pentan alkanların homoloji sırasının 5-ci nümayəndəsi, mayelərin isə ilkidir. Bir də mən bunu izah edeyim sizə 94'ü. Deyir alkanın içərisində 7,2 qramında 6 qram karbon olan alkan. Yəni alkan molekulun mütləq yazmalıyıq. Alkan deyəndə düsturu yazırsınız. Baxın bir də təkrar edirəm. Neçənci sualdır bu? 94. Deməli alkan deyəndə baxın təkrar necə yazır? Alkanı yazırıq. 7,2 qram. Baxın alkanı yazdım. 7,2 qramın içərisində neçə qram karbon var? 6 qram C. Belə də yaza bilərsiniz. Karbon var. Yəni təkcə karbon deyir. Karbon.
Karbon qeyri-metaldır. İçərisindədir. Bu alkanın neyindədir? İçərisində. Qramın altından bunun necə kütləsini yazdım. Molar kütləsi az əvvəl hesabladıq. 14n plus 2 mR'in yazırıq. İçərisində bir dənə karbon. Baxın 12-ni vururuq n-ə. Neçə n qram karbon var? 12 n qram C nədir bizdə? Karbon. Yəni 14n plus 2-nin içərisində 12 n karbon var. Buna bir məchul kimi baxanda 14n plus 2 bərabərdir. Kəsir xətti çəkəndə 7 onda 2 vurmaq 12 n-ə bölürük 6-ya. Bununla bu getdi 2-yə. O da bərabərdir 14 onda 4 n-ə. 14 onda 4 n-dən 14 n çıxanda 0 onda 4 n. O da bərabərdir 2-yə. N-in qiyməti 0 onda 4 n-in də bərabərdir 2-yə. N də bərabərdir neçə çıxdı? 5. N-i 5 olan C5H12 pentan, bir də təkrar edirəm, mayələrin nəyidir? İlkidir. Mayələrin ilk nümayəndəsidir. Maye alkanların ilkidir. Amma alkanların isə 5-ci nümayəndəsidir. Pentan nə bəndindədir uşaqlar? Y bəndi. Keçirik 95-ci suala. 95'te deyir ki 0,2 molunda 2 qram hidrogen olan doymuş karbohidrogen. Doymuş deyəndə nə yazmaq lazımdır? Alkan. Yenə də doymuş karbohidrogen deyəndə alkan yazırıq və alkanın 0,2 molunda 2 qram hidrogen var. Baxın 2 qram hidrogen deyəndə H2 yox, H yazırıq. Buradakı elementdən söhbət gedir. Baxın bu hidrogen elementindən söhbət gedir. 2 qram hidrogen var. Bu özü neçə moldur uşaqlar? Qarşısında heç nə yazılmıyorsa 1 mol. Alkanın 1 molunda hidrogenin kütləsini tapmaq istəyiriksə, ayrıyın vururuq indeksinə. Hidrogenin bir dənəsinin kütləsi ayrı 1'dir. Vuranda indeksinə 2n plus 2 qram hidrogen var. Atom sayına baxmırıq, qramla. Baxın, ayrıyın vurdu 2n plus 2'ye. Orada 2n plus 2 qram hidrogen var. Buna bir nə kimi baxırıq? Məchul kimi. Hidrogen qazı yazmıram. Mürəkkəb maddənin içərisində elementlər olur. Mürəkkəb maddənin içərisində bəsit maddə olmur. Burada karbon elementi var. Bir də nə elementi var? Hidrogen. 2 plus 2 bərabərdir. 2'ni bölürük neçəyə? 0, onda 2. Vergül atdıq, bura bir 0. 20'ni bölürəm 2'yə. O da bərabərli 10'a. 2 plus 2 bərabərdir 10'a. Oradan da 2n bərabərdir 8'ə, n də bərabərdir 4'ə. N-i 4 olan alkan C4H10'dur. Bu butandır. Butan alkanların homoloji sırasından 4-cü nümayəndəsidir. Qazların isə sonuncusudur. Və izomerlik də nədən başlayır? Butandan. Butan alkanların 4-cü nümayəndəsidir və onlarda bir dənə izomerlik forması var. O da sinif daxili izomerlik butandan başlayır. Karbon zəncirinin quruluşuna görə. Əlavə yazıram, yadınızda saxlayın. Butanın neçə izomeri var? 2 izomeri. Normal butan və bir də izobutan. İlk dəfə alkanın şaxələnməsi izobutanda əmələ gəlir. Üçlü karbon əmələ gəlir. Burada şaxələnmə soruşmur, sadəcə olaraq maddən formulunu soruşur. Orada cavab nə bəndidir? Y bəndi. Növbəti sual 96-cı sualdır. 96-cı sualda nədir uşaqlar? Deyir, sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. Asitat deyəndə sirkə turşusunun duzları, natrium asitat yazırıq. Natrium asitat. 82 qram natrium asitatdır və 20 qram qələvi ilə qızdırıblar. Bu reaksiyanı hər kəs əzbərdən bilməlidir. Natrium asitatı qələvi ilə qızdırdıqda metanın laboratoriyada nə idi? Alınması. Baxın, 40-40 xəttlərlə göstərirəm bunları. 40-40 xəttlərlə. Natrium neçə dənədir burada? 2 dənə. 40 xəttlərin içərisində. Natrium 2 dənə. Karbon 1 dənə. Oksigen 1, 2, 3. Natrium karbonat. Susuzlaşdırılmış nə çıxır? Soda. Bu duzdur da. Natrium karbonat orta və necə duzdur? Normal. CH3-ün yanına bir də burada hidrogen qalıb. Baxın, üstüsü qırmızı ilə göstərin, baxın. Burada bir dənə atomu qalıb, hidrogen, burada da CH3 qalıb. Onlar da birləşib, nə əmələ gələcək? Metan. Metanı bu yolla harda almaq olar uşaqlar? Laboratoriyada almaq olar. Deməli, metanı virus reaksiyası ilə almaq mümkün deyil. Metanı almaq üçün natrium asitat, sirkə turşusunun duzlarına nələr deyirlər? Asitatlar. Karboksildəki hidrogen natriumla əvəz olunub. Orta və necə duzdur? Normal duz. Yəni, mən sizə demişdim, üzvü turşularda, yadınıza gəlirsə belə bir söz demişdim. Üzvü turşuların hamısında nə qrupu var? Karboksil və buradakı hidrogen, sirkə turşusu etdi bu. Buradakı hidrogen metalla əvəz olunubsa orta və necə duzdur? Normal duz və bu duzun adı nədir? Natrium asitat.
Nə deyirlər ona? Açıq şəkildə də yazanda CH3. Bu tərkibidir, quruluşunu necə yazırıq? Karboksili yazırıq. O, buradakı hidrogen nə ilə əvəz olunur? Natriumla. Orta və necə duzdur? Normal duzdur. Özü də üzvü duzlara aiddir. Natrium, duzun adını əzbərdən bilin. Natrium, asetat. 2 də turşunun bütün duzları suda həll olur. Bir nitrat turşusunun qəbula da düşür. Bütün duzları suda həll olur. Bir də asetat turşusunun bütün duzları suda həll olur. Normal duzdur və duzların aqreqat halda necədir? Bərk. Bu duzu qələvi ilə qızdırırlar. Nə ilə qızdırırlar uşaqlar? Qələvi ilə. Qələvi ilə qızdıranda bu CH3-dür. Karboksili biz qaranla yazaq ki, daha rahat görünsün. Karboksildəki karbon, O, natrium, asetat, baxın, sirkə turşusunun natrium duzu. Nə ilə qızdırırlar? Qələvi ilə. Qələvidə bir də göstərəm burada. Qələvidə burada OH qrupu var. Niyə görə bunu qırmızı, bunu da qırmızına yazdım? Çünki bunlar birləşəcək öz aralarında. Baxın, qırıq-qırıq xəttdən. Qaranla yazdıqlarım birləşəndə natrium neçədədir burada? 2 dənə, karbon 1 dənə, oksigen 1, 2, 3. Natrium karbonat. Bəs bu CH3-ün yanına bir də hidrogen birləşəndə, bu bir dənə hidrogen CH4. Metanın harda alınmasıdır? Laboratoriyada alınması. Burada qaz çıxdı. Bir də alınan maddələrdən biri duzdur. Duzların aqreqat halı bərkdir və bu reaksiya qızdırdıqda gedir. Yaduza saxlayın, bu reaksiya sual düşür burada nəzəriyyədə qızdırdıqda gedir. Deyir 82 qramdır bu. Bu da uşaqlar 20 qramdır. Bunlar deyir birlikdə qızdırırlar. Və qızdıranda neçə litr qaz ayırlar? Bu tapmalıyıq. Tənasübü biz hansı ilə quraq? Tam sərf olunanla. İlkin maddələrin ikisi də verilibsə, nüsü az olan necə sərf olunur? Tam. Nü nə miqdarıdır? İndi biz baxırıq nü bərabərdir. Qramla verdiyinə görə belə bir düstur var. Kiçik gen bölünsün necə kütlə? Molar kütlə. O da bərabərdir. 82-dir bu verilən kütlə. O duzun emeri burada kitabda verilib. Natrium asetatın emeri də uşaqlar 82-dir. Emeri də neçə oldu? 82 ilə 82 getdi. Neçə mol oldu? 1 mol duz. Və qələvi yazırıq. Qələvi də 20 qramdır. Qələvi 20 qramdırsa kiçik gen bölünsün necə kütlə? Molar kütlə. Burada kiçik emi 20 qramdır. Bunun emeri 23, 16, burada da 1, 40-a bölünür. Çox maraqlı məsələdir, baxmalısınız. 1 bölmə 2, o da bərabərdir. Neçə? 10.5 mol. 0.5 mol. Deməli, biri olur orada 1 mol, biri də olur 0.5 mol. 1 mol biridir, 0.5 mol da biridir. Və nüsü az olan nədir orada? Qələvi. Nüsü molu, yəni az olan. Nü nə miqdarıdır? Maddə miqdarı az olan maddə necə sərf olunur? Tam sərf olunur. Tənasübü nə ilə qurmalıyıq? Qələvi ilə. Nə ilə qururam tənasübü? Qələvi ilə qururam. Və biz qələvi ilə tənasübü quranda burada natrium asetatın qələvi ilə reaksiyası, bu 82 qram bu da verilsə, bu da 20 qram verilməsinə baxmayaraq qızdırdıqda gedir və alınan maddə nə oldu buradan? Natrium, baxın qırıq-qırıq xəttlərlə birləşdirdim. Natrium karbonat, susuzlaşdırılmış soda və metan qazı əmələ gəlir. Tənasübü əmsal verməyə ehtiyac yoxdur. 3-ün yanına, CH3-ün yanına bir də hidrogen birləşib CH4. Qalanlar natrium 2 dənə, karbon 1 dənə, oksigen 3 dənə, 3 dənə. Duz və bir də qaz əmələ gəlir. 20 qram reaksiya girəndə neçə litr qaz əmələ gəlir? Söhbət metandan gedir. X litr. Qramın altına necə kütlə yazılır? Molar kütlə. Emir, natrium OH-ın emiri də 40-a bərabərdir uşaqlar. Neçəyə bərabərdir? 40 qram, 1 molumuz 40 qramdır. 40 qram reaksiya girəndə 1 molumuz, bax 1 molumuz litrə çevirəndə 22.4 litr qaz əmələ gəlir. Deməli, qələvin 20 qramından, bir də təkrar edirəm, 20 qram qələvidən, orada qələvi ilə qurdum da tənasübü, nə ilə qurdum? Qələvin əmsalı yox idi ki burada heç nə. Metanın da əmsalı 1-dir. Yəni çevirmə yazmır, amma buradan göstərirəm sizə. Yəni bu qələvi 1 mol reaksiya girib, 1 molda metan çıxıb da. Deməli, 20 qram qələvi reaksiya girəndə neçə litr qaz ayrılır? X litr. Qramın altından molar kütlə, emerin yazıram 40 qram. Burada da litrin altından molar həcm yazıram. 1 mol qaz alında maddənin 1 molu neçə litrdir? 22.4 litr. 20 vururam 22.4-ə bölürəm 40-a. Bundan da bu getdi 2-yə. O da bərabərdir 11,2 litr metan qazı əmələ gəlir. Metanı laboratoriyada Würst reaksiyasına almaq olmaz. Cavab nə bənd oldu? B bənd. O reaksiyaları əzbərləyirsiniz, necə əzbərləyirsiniz? Ümumiyyətlə yaduza saxlayın, alkanları laboratoriyada almaq üçün nə götürürlər? Doymuş bir əsaslı turşuların
doymuş bir əsaslı turşun açıq şəkildə yazıram. Natrium və ya kalium duzunu götürə bilərik. Alkandan hidrogenin biri çıxır. Doymuş deyəndə alkandan biri çıxır. Əvəzinə karboksil qrupu. Karboksildəki hidrogen nə ilə əvəz olunur? Natriumla duzdur. Bunu belə də yazmaq olar. CN, H2N plus 1, karbon, OO, natrium. Ya natrium ya da doymuş bir əsaslı turşuların kalium duzunu götürmək lazımdır. Üzərinə nə əlavə edirlər? Gələvi. Nə əlavə edirlər? Gələvi və qızdırırlar. Gələvi əlavə edib qızdıranda baxın 40-40 xəttlərlə birləşdirən bunları. Natrium neçədədir burada? 2 dənə. Nə çıxacaq orada cavabdan? Natrium karbonat. Nə çıxır orada? Baxın natrium 2 dənə, karbon 1 dənə, oksigen 1, 1, 2, 3. Natrium karbonat. Və burada alkil qalmışdı. Alkil radikalı necə yazılır? CN H2N plus 1 buradadır. Bir də hidrogen gələndə üstünə, bu hidrogen ötürü. Üstünə bir dənə də hidrogen gələndə nə əmələ gələcək? Alkan. Alkanların hamısını bu yolla almaq olar. Təkcə metanı yox ha. Bütün alkanları Würz reaksiyasından başqa laboratoriyada bu yolla almaq olar. Würz reaksiyası ilə isə metandan başqa alkanları almaq olar. Metanı bir də Würz reaksiyası ilə almaq mümkün nədir? Deyil. Metan şaxta və ya bataqlıq qazında karbon bir dənədir. Karbon bir dənə olduğuna görə orada karbon zənciri nə bilməz, uzanma bilməz. Amma qalan bütün alkanları, yəni metandan başqa bütün alkanları Würz reaksiyası ilə almaq olar. Və bir də hansı reaksiyanla almaq olar? Doymuş bir əsaslı turşuların natrium və ya kalium duzunu nə ilə qızdırmaq olar? Gələvi ilə. Nə ilə qızdırırlar? Yenə də gələvi ilə qızdırılır. Eyni şeydir kalium. Burada 40-40 xəttlərlə birləşəndə nə çıxacaq? Kalium karbonat. Nə çıxır orada? Kalium 2 dənədir, karbon 3, kalium karbonat duz və yenə də alkildir. Baxın, alkilə bir dənə hidrogen birləşəndə nə əmələ gələcək? CN H2N plus 2 alkan əmələ gəlir. Alkan bu yolla harda alırlar? Laboratoriyada almaq olar. Aydın oldu uşaqlar? Laboratoriyada alkanın alınmasıdır. Növbəti suala baxırıq. 97. Ya da bu yekunlaşdıraq bəlkə. Hələlik yekun.